uşaqların tərbiyəsində, öyrədilməsində və inkişafında ən uyğun yollardan biri konstruktiv yanaşmadır. Yəni, burada konstruktiv və destruktiv tərbiyə növlərini burada qeyd etdim formal olaraq. Deməli, burada qeyd etdiyim kimi birinci uşaq, yəni bu U hərfi uşaq, plus konstruktiv öyrətmə, yəni öy, qısa olaraq. Və konstruktiv öyrətmə və konstruktiv tərbiyə nəticə olaraq nədir? İnkişaf, inkişaf. Destruktiv yol isə uşaq plus destruktiv öyrətmə, tərbiyə. Nəticədə isə inkişafdan geri qalma, yəni geri qalma olaraq qısa yazmışam, depressiya və s. başqa negativ hallarla üzləşilir.